Nazim Sadıqov niyə məğlub oldu? İlk öncə onu deyim ki, nəticə məni çox da təəccübləndirmədi. Paylaşdığımız təxmin videosunda da dediyimiz kimi, Nazim Sadıqov Farezyamla döyüşü ayaqüstü idarə etməyə çalışmamalı idi. Farezyamın çox ağıllı döyüşçü olduğunu və ayaqüstü olduqca təhlükəli zərbələr vura biləcəyini demişdik. Nazimin isə döyüşü yerə aparıb yerdə bitirməyə çalışmasından başqa udma ehtimalının demək olar ki olmadığı haqqında da danışmışdı. Döyüşün gedişatı haqqında tərəfsiz danışmalı olsam, Nazim Sadıqov döyüş ərzində heç bir şey göstərə bilmədi. Nə boksunu istifadə edə bildi, nə ayaq zərbələrini, nə də ki güləşindən istifadə edə bildi. İkinci raundun son saniyələrində isə təəssüf ki aldığı dirsək zərbəsindən şoka düşərək yerə yıxıldı və ardıcıl zərbələrlə Farezyam döyüşü bitirməyi bacardı. Nazim Sadıqov özü də döyüşdən sonra verdiyi açıqlamada çox bərbad performans göstərdiyi haqqında danışdı. Heç bir bəhanəsi olmadığını, çox yaxşı kamp keçirdiyini, çəki salma prosesinin əla keçdiyi haqqında da məlumat verdi. Sonda isə ümumən Nazim Sadıqov haqqında fikirlərim budur ki, bu idmanda səviyyələr var və reallıqdır ki, Nazim Sadıqov ən yuxarı səviyyədə olanlar da öz gücünü sınayır. Bu səfər isə onda alınmadı. Sanki o qəfəsin içində olmaq istəmirdi kimi bir görüntü verirdi. Döyüşdə sadəcə fiziki göstəricilər yox, eyni zamanda psixologiyada çox önəmli rol oynayır. Biz bu döyüşdə bunun şahidi olduq. Biz isə ümid edirik ki, Nazim Sadıqov getdiyi yolda davamiyyətini qoruyar və uğurlu nəticələrə imza atmağı bacarar. Olur ki, sağlıqla qalın.